Salam əziz dostlar, salam əziz qardaşlar, salam dəyərli vətən oğulları. Bugünkü mövzumuz şəhidimiz Teymurov Rövşən Buludoğlu barəsindədir. Teymurov Rövşən Buludoğlu 1971-ci ilin yanvarın 26-sında Şuşada doğulmuş, 1992-ci ilin martın 20-sində orada həlak olmuşdur. 1977-ci ildə Şuşa 1 nömrəli internat məktəbinə daxil olmuş, 1985-ci ildə 8 illik təhsildən sonra 72 nömrəli şəhər peşə məktəbində oxumuş, ticarətçi peşəsinə yiyələnmişdi. 1988-1991-ci illərdə Kamçatkada hərbi xidmətdə olmuşdu. Doğma şəhərə qayıtdıqdan sonra Rövşən 1991-ci ilin noyabr ayından qardaşları ilə birgə döyüş meydanlarına atılmış, 816 nömrəli hərbi hissədə könüllü olaraq vətənin müdafiəsinə qoşulmuşdu. 1992-ci ilin mart ayının 20-sində həlak oldu. Şuşada dəfn edildi. Ailələri hal-hazırda Bakıda yaşayır. Allah şəhidimizə rəhmət eləsin. Torpağı nurla dolsun.